sizə müştərilərin bizə göndərdiyi və bizim onlar üçün çıxartdığımız detalları göstərəcəm. Bu dəfəkələrin ölçüsü həqiqətən böyükdür. Yəni adi bu detal burada mən bilən müştəri gətirdiyi detalın həm sağını çıxartmışıq, həm solunu çıxartmışıq və bir dənəsinin çıxma müddəti ortalama keyfiyyətlidir deyə 20-25 saatdır. Həqiqətən. Yəni normalda bu detalı mən 10 saata da, 8 saata da çıxarda bilərəm. Sadəcə biz detalların içinin sıxlığını çox eləyirik ki, bərk olsun. Ona görə də biraz vaxtları çox olur. Amma keyfiyyətli olur. Elə mən dediyim kimi. Bax, bu müştərinin gətirdiyi... Onu çək, onu çək. Bu müştərinin gətirdiyi, bu da bizim hazır elədiyimiz. Bu eyni tərəfdir. Belə baxan kimi də bilinir. Yəni fikir verirsiniz, buranın xəttinə kimi, sonra içində deşiklərə kimi, bura kimi, o qədər yeri var ki, hətta içinə kimi hamısı eyni. Bu da əks tərəfdir. Yəni hər videoda dediyim kimi, bir detaldan çox istəsəz, endirim kampaniya eləyirik. Bu da bax, bir dənə fərq görüb. Yəni bu ikisi də mənimkidir. Baxın. Hər şeyi eyni. Yəni bunu promo ilə müştəri maşının üstünə rahatlıqla vura bilər. İndi biz müştəri detalları çıxardanda müştərilərə deyirik ki, hər ehtimal kraftları ürəyiniz olsun. Çünki biz müştərilərə detalları şey formada veririk də, sadəcə plastik formasını veririk. Bu maraqlı detaldır. Bu nəyə maraqlıdır? Elcik, xahiş edirəm. Bunları bağlayanda elə bağla ki, mən bunları aça bilim. Görsələ satmır məndə belə şeylər atanda. Hə, açdım. Bu da ücret Chester fason detalıdır. Bunu müştəri gətirib. Bax, burasında qırığı var idi, qırıqları var idi. Biz bunları elə yüngül varıb birləşdirdik, kleylədik. Kleyləyəndən sonra da eynisini o formada çıxartdıq. Yəni, hətta dizayner sağ olsun, həqiqətən qəşəng düzəldib. Bu dərəcədə gözləyirdim, amma yenə də. Baxın, hər şey eyni. Burasına kimi ləzzətdir. Sizə də belə detallar lazımsa, burada var. Üçüncü, biraz mən başımı xarab edən bir detal göstərəcəm. Bunun dizayının üstündə özüm işləmişəm. Təsəvvür edin, 5-6 saat vaxtını geçmişdir. Amma həmçək kimi yoluna qoyur, iki tərəfdir. Amma maşının harasının olduğunu tam dəqiq bilmirəm, amma qəşəng çıxıb. Hətta sizə göstərmək istəyərəm nəyi. Baxın buna. Bax, müştərinin bunun üstündəkiləri çıxardarıq, bu skanç, gün çıxardarsan. Bax, bu müştərinin detalı, bunun nə qədər boş olduğunu görürsünüz. Amma bir də bizim çıxartdığımıza baxın. Tərpənmə deyilən bir şey yoxdur. Bu da əks tərəfdir. Bax. Bir fərqli nəsə görürsən gün burada. Başını sağlayır. İçini, çölünü, hamısı eyni dərəcədə tək hissədən, yəni bir dəfəyə çıxıb. Ölçüsü 60 sm.